İnsanlar hansı hallarda hepatit C virusuna yoluxurlar? Keçən videoda izah etdik və bildirdik ki, hepatit C virusunun müxtəlif yoluxma yolları olsa da, bunlardan ən əsası qan vasitəsilə yoluxmadır. Dostlar, hər birinizə salamlayıram. Hepatit C haqqında olan qısa məlumat videoları ilə təkrar qarşınızdayım. Deməli, bildirdik ki, qan vasitəsilə yoluxur, bəs başqa hansı yolla yoluxa bilər? Başqa yoluxma yolu tibbi manipulyasiyalar və kosmetik manipulyasiyalar nəticəsində yenə də qan vasitəsilə yoluxmaq olur. Burada zədəli olan nahiyəyə, yəni qan çıxa biləcək bir nahiyəyə və yaxud da qana keçəcək bir yol olduğu təqdirdə, əgər tibbi alətlər və yaxud da kosmetik alətlər zərərsizləşdirilməyibsə, sterilləşdirilməyibsə, o zaman onun üzərində olan digər insandan keçmiş, belə deyək, virus, qan elementi həmin xəstəyə keçə bilər. Bundan da savayı qan yolu ilə deyil, digər yol kimi də cinsi akt zamanı bu xəstəliyə, bu virusa yoluxmaq mümkündür. Hepatit B-dən fərqli olaraq, hepatit C nisbətən az hallarda cinsi yolla yoluxma halları ilə qarşılaşırıq, lakin hepatit B virusu daha aktivdir olmasına baxmayaraq, hepatit C B-yə nəzərən əslində cinsi akt vasitəsilə yoluxuculuğu zəifdir. Lakin bu zaman risk aşağı düşmür. Yəni risk yenə də var. O demək deyil ki, B-yə nəzərən bu zəifdirsə, biz bu xəstəliyə cinsi akt zamanı yoluxmayacağıq. Digər cinsi yolla yoluxan infeksiyalar kimi də hepatit C virusu yoluxma yollarından biri də məhz cinsi akt vasitəsilə həyata keçməsidir.